Yeni bir gündən hər birinizə salam dostlar. Bugün yenidən siqnal botu ilə əməliyyatlar açacağıq və nəticəsi ilə təkrar olaraq tanış olacağıq. Öncəki videolarıma baxmanızı tövsiyə edirəm. Orada da gözəl əməliyyatlar düşübdü elə videoya. Yəni baxmaqla rahatlıqla, necə işlədiyinə şahid ola bilərsiniz. Vaxt itirmədən biz CAD-CF-dəyik hal-hazırda 92% verir. Mən deməli burada favorit siyahımda yığmışam. 92% verdiyinə görə, yaxşı faiz verdiyinə görə buradan başlayacağam və plus götürdükcə də dəyişəcəm. İndi faiz aşağı düşdü, 73% oldu. İndicə 92 verirdi, 73 oldu. Tez-tez dəyişir faizlər. AvroCAD yaxud GBP-USD. GBP-USD ilə davam edək. 92%. Bizə lazımdır ki, yüksək faiz verən valyutalarda ticarət edək. Bu arada bu videodan kim mən aşağı hissədə yerləşdirəcəm, yəni əlaqə məlumatlarını, kim yazsa tən yarı qiymətə verəcəm botu bir nəfər üçün. Sadəcə ilk yazan bir nəfər alıcı üçün. Çünki marağınızı görürəm, yəni yazırsınız mənə TikTokda da, Instagramda da, deməli və videonun yorumlarında da bəzi videolarda görürəm. İndi təzə-təzə başlamışam hələ YouTube-a. Ona görə məsələn biraz auditoriyam ola bilər az olsun TikTok-a və yaxud Instagrama baxanda. Amma dəstəyinizi gözləyirəm ki, biraz həm motivasiya olsun, həm də ki, çox böyük bir kütləyə səsimizi çatdıra bilək. Deməli, GBP-USD-dəyik 92% verir. Bir nəfərə dediyim kimi 50%, yəni tən yarı qiymətə botu verəcəm. Və indi hal-hazırda başlayaq. Ümumiyyətlə, yeni gələn dostlarımız üçün, bizə yeni qoşulan dostlarımız üçün mən hal-hazırda elə təlim videosu kimi, bundan əvvəl də təlim videosu çəkmişdim. Onun kimi bir dənə deməli video çəkirəm elə ona oxşar. Yəni burada məsələn stok real valyutadır. Stokdan seçirik GBP-USD-də olduğumuz üçün GBP-USD-ni 1 dəqiqəlikdəyik hal-hazırda M1-dəyik gördüyünüz kimi və 1 dəqiqəliyə ona uyğun seçirik. Burada 15 dəqiqəyə qədər var time frame-lər. Yəni istəyə bağlıdır, istədiyinizi seçə bilərik. Niyəsə bilmirəm, internetdən deyə nədənsə gəlmədi burada. Stok, seçək təzdən. GBP-USD 1 dəqiqəlik. Get siqnal. Get siqnal eləyəndə bizim üçün bazar analiz eləyir, mövcud vəziyyətə görə siqnalı verir və aşağı. Biz 2 ilə açırıq artıq. Nəzərinizə çatdırım ki, 1 dollarla əvvəlki videolarımızda var. Məndə balans biraz artdığına görə artıq 2 ilə yavaş-yavaş artıra gedəcəm. 2 dollarla 1 dəqiqəlik aşağı açırıq. Siz yeni başladığınızda, mən 1 dollarla başlamışam və ümumiyyətlə sizə də elə tövsiyə edirəm. Çünki 100 dollar üzərindən qurduğum bir martingale sistemidir ki, hansı ki 7 ədəd gediş verir. Deməli, hal-hazırda biz aşağı əməliyyat açmışıq. Görək nəticəsi necə olacaq. Bizim təqribi 25 saniyə vaxtımız qalıb və hələ ki bizim açdığımız istiqamətdən yuxarı doğru hərəkət edir. 15 saniyə vaxtımız var. Bu qırmızı, yəni bu belə bir rəng olanda lower yazılanda aşağı, higher yazılanda yaşıl olanda da yuxarı əməliyyatlar açırıq. Bu sadəcə bizim ilk əməliyyatımızdır, riskə atdığımız əməliyyatdır. Yəni son saniyədə görürsünüz, açılış yerinə gəldi, amma bizə 0 verdi. Heç nə olmaz, yenidən siqnal alırıq, amma bu səfər 4 dollardan alacağıq siqnalı. Deməli, stok seçirik, çünki 2 dollar itkimiz var, biz GBP-USD-dəyik 92% verdiyinə görə də elə burada davam edirik və minusumuz olduğu üçün də buradan əl çəkmirik. Hələ biz martingale ilə plusumuzu götürənə qədər əl çəkməyəcəyik buradan. Görək bizi nə qədər belə deyək, çətinliyə salacaq. Biz indi birinci martingalimizi açmışıq. Aşağı doğru siqnal gəldi və indi istiqaməti görək hansı tərəfə gedəcək. İstiqaməti, yəni analiz edərək istiqaməti aşağı doğru veribdir hələ ki və biraz fitillər görürəm mən bazarda bu gün. Ola bilər, bayaq son saniyədə gördünüz, dartıldı aşağı, amma bizdə açılış yeri biraz aşağıda olduğu üçün orada 1-2 belə deyək, punktluq yer qaldı. Ona görə də bizə minus verdi. Heç nə olmaz, yəni bu bizi heç də məyus eləmir. Çünki mən demək olar ki, o qədər belə bir situasiyalarla qarşılaşmışam ki, artıq mənim üçün qazanc əldə eləsəm də
çox da yəni belə deyək, yəni wow deyəcəyim qədər sevindirici bir hal deyil. Çünki artıq botun işləmə prinsipinə bələdəm və bu əməliyyatımız plus olacaq. Çünki 3 saniyəmiz qalıb artıq aşağı istiqamətdə idi və plusumuzu götürdük. Deməli bizim 1.68 xeyrimiz oldu. Çünki 3.68 qazancdır, 2 dollar içkimiz var idi deyə 1.68 artıq xeyrindən çıxdı. İndi yeni başqa bir valyutaya keçirik. Çünki burada artıq minusumuz olmadı, plusdan çıxdıq və valyutanı dəyişirik. Favorit siyahımıza baxaq. Avrokad və yaxud Avrokadı seçək, 92%-dir. Bu yaxşı belədir, təəssürat bağışladı mənə. İndi buradan stok qismindən, real valyutalardan OTC ilə işimiz yoxdur. Biz Avrokadı axtarırıq. Burada 3 bölmə var və hər bölmədə fərqli valyutalar var. Avrokad görək 3-cüdə olmalıdır. Bəli, burada Avrokadı seçdik. İndi bu niyəsə məndə bu gün deyəsən internet zəifdir, ona görə belədir. Təzədən məcburum mən edeyim. Əslində yəni siz də belə bir şeylə qarşılaşmayasınız. 3-cü qismdən deməli seçirik. Avrokadı. Niyəsə internet bu gün məndə zəifdir. Əvvəlki videolarıma baxsaq görəsiniz, yəni belə bir şeylə rastlaşmıram, amma baxın bayaq da veribdi bunu. Hətta internet zəif olduğuna görə gəlin. Get siqnal. Siqnal olaraq hal-hazırki situasiyadan görək necə olacaq. Bu bayaqki gələndə buna aldanmayın. İndi siqnalımızı verəcək aşağı. 2 dollarla biz aşağı açdıq. Qırılıb buradan deməli bazarın istiqaməti dəyişib artıq aşağı doğru. Ona görə yəqin trend üzrə, qırılan trend üzrə aşağı verdi və biz də ilk əməliyyatımızı riskə atırıq 2 dollarla. Amma sizdə 1 dollar olacaq ilk başlanğıc olduğu üçün. Yəni nə qədər istəsəniz artıq balansla deməli ticarət edə bilərsiniz, amma məndə hələ ki mən 100 dollar üzərindən 1%, yəni risk menecmenti qoruyaraq 1 dollar seçirəm. 200 dollar və üzərində olduğu üçün də indi 2 dollarla əməliyyatlar açıram və 7 ədəddə martingelim olduğuna görə mən rahatam. Çünki bu birinci əməliyyat riskə atılan əməliyyatdır və elə birincidən də verməyi lap yaxşı bizi daha da qazanclı çıxardır. Hələ ki 7 saniyəmiz qalıb və bu əməliyyat plusa oxşuyur. Görək 3, 2, 1 plus. Buradan da 1.84 götürdük, çünki 2 ilə əməliyyat açmışdıq, 3.84 xeyir verdi. Və bu valyutanın artıq 88% olduğunu görüb başqa bir valyutaya keçirik. Həm də ki bizə xeyrimizi verdiyinə görə, ona görə bu valyutaya təşəkkürümüzü bildirib dəyişirik. Yenə favorit siyahısından seçirik. Məsələn, görün burada biraz aşağıda avro-dollar. Avro-dollar seçək, bu aşağıdakılar faizləri düşüb. Hal-hazırda keçdik avro-dollara. Məndə dediyim kimi bu gün nəsə internetdə problem var, ona görə belə hallar yaşana bilər. Deməli, avro-dollarda 1 dəqiqəlikdəyik və 2 dollarla da elə başlanğıc qoyduğumuz vəsait məbləğlə də davam edirik. 1 dəqiqəlik seçirik. Get siqnal, siqnal olaq yəni. Görək, bizim üçün analiz eləsin. Aha. Və aşağı. Buranı qırıb keçməyə görə aşağı verdi çox güman. Görək, bu əməliyyatın nəticəsi bizə təqribən 50 saniyə sonra bəlli olacaq. Mən videonu istəyirəm kəsim, çox da belə aralıqda vaxtınızı almayım. Sadəcə yəni belə tövsiyələrim, məsləhətlərim olarsa videonu açıb davam edərəm. İndi bizim istiqamətimiz aşağıdır, çünki bu xətti qırıb artıq keçib dəstəyi. Ona görə də istiqamət olaraq, trend olaraq aşağı siqnal verib və 25 saniyəmiz qalıb artıq. Mən bağlayım videonu, nəticəsini sizə göstərəcəm. Bəli dostlar, artıq 5 saniyəmiz qalıb demək olar. 3, 2, 1, bu plus. Buradan da plusumuzu götürdük. Dediyim kimi, yəni həftəçi günlərdə əslində düzdür, ayın əvvəllərdir, hələ ki məsələn biraz dəyişik ola bilər bazar, amma həftəçi günlərdə yəni normal bazarda təbii ki əməliyyatlar da, siqnallar da normal olacaq. Əks halda da ki, yəni mən indiyəcən burada sıfırla çıxdığım olmayıbdır. Minimum qazanc olsa belə götürmüşəm. Yəni bunu əvvəlki videolarıma baxaraq da görə bilərsiniz. TikTokda həm canlıda, həm videolarımda da, son videolarımda da baxaraq da görə bilərsiniz. Yəni bu bir faktdır, yəni qaçılmaz bir faktdır. Və avro dollardan artıq plusumuzu götürdük. Deməli
biz daşınırıq başqa bir valyutaya. OTC seçmirik. Sadəcə bu görək burada 92%, deməli 85% USD kad verir. Avrokad da var. Avrokadda səhv eləmirəmsə bayaq ticarət elədik. Artıq başqa bir valyutaya keçək. USD kad. USD kadda indi M1-dəyik və siqnalımızı USD kad üçün istəyək. Burada görək hansı bölmədəydi, səhv eləmirəm. Deyəsən birincidəydi. Heç biz keçdik oranı. Diqqətlə baxmadım. Yox, USD kad, bəli, birincidəydi. Deməli, 1 dəqiqəliyi seçdik. Get siqnal, siqnal olaraq bizim üçün analiz eləsin. Bu 3 nöqtə nə mənanı verir? Yəni süni intellekt vasitəsilə bazarın ani vəziyyətini analiz edir və yuxarı verir. Görürsüz, yaşıl, hayır yazıldı yuxarı. Sizdə hətta premium versiya olacaq alışda. Məndə dediyim kimi, əvvəlki videolarda da vurğulayıram. Kompüterdə məndə olan hesab, yəni açdığım hesab məndə sadəcə trial versiyonu, yəni sadə versiyanı dəstəklədiyi üçün sadə siqnallar verir. Yəni bir dənə, iki dənə süni intellektlə analiz eləyir. Amma sizdə premium versiya, burada trial yazılmayacaq sizdə. Yəni premium versiya olduğuna görə sizdə bir neçə 5 ədəd süni intellektlə siqnal verəcək. Üstəlik texniki analizlərini də aparacaq. Fundamental və iqtisadi analizlərdə apararaq siqnal verəcək. Yəni mənim hal-hazırda açdığımdan qat-qat yaxşı olacaq. İndi bizdə bu yuxarı xəttəsində qırmağa görə bizdə yuxarı biraz da getdi, təzədən buruldu aşağı korreksiya kimi. Buranı çox güman, yəni qırmağa görə deməli siqnalı vermişdi. Heç olmaz, qırmadısa da problem deyil. 5 saniyəmiz qalıb artıq və bu əməliyyat minusla nəticələndi. Biz isə 4 dollarla davam edirik yenidən USD kad üçün siqnal almağa və stopu seçirik. USD kadı buradan tapdıq. Bunu da seçdik. 1 dəqiqəlik M1-dəyik. İstiqaməti əslində düzgün təyin eləmək, yəni belə analiz cəhətdən düzgün təyin eləmək. Çünki yuxarı doğru gedir. Amma burada böyük bir şam olub deyə bunu yəqin biraz bağlamağa çalışdıq. Aşağı siqnal gəldi. Yəni gördü ki, artıq yuxarı getmədi, yəni istiqamətini dəyişir. Ona görə də yəni uyğun olaraq da aşağı verdi. Yəni burada hələ bizim ilk martingelimizdir. Gördüyünüz kimi 2 ilə birinci əməliyyat riskə atılır. Ondan sonra davamı olaraq 4 ilə açılır və bu 2, 4, 8 ilə getmirik biz. Yəni bizdə fərqli martingeli deyə bu botu alanda mən sizə onsuz da onların hamısını yəni öyrədəcəm, yazacağam, izah edəcəm. Ondan əlavə də yəni biz itirdikcə daha çox qazancam hesablanıb martingel. Yəni bizdə elə hesab, mən şəxsən özüm qurmuşam martingel. Elə hesablamışam ki, itirdikcə daha çox qazanc. Görürsüz fitillər, bazarda necə fitillər var. Hara qədər gəldi, hardan qayıtdı və USD kad bazarı bu gün biraz qarışıqdır. Gördüyünüz kimi gəldi aşağı nöqtələrdə dayandı və indi qayıtdı yuxarı, bizi heyf ki minus elədi. Amma əslində yenidən istiqaməti düzgün vermişdi, heç nə olmaz. Biz artıq keçirik 2, 4 ilə açdıq və indi 10 ilə açırıq əməliyyatı. Üçüncü hissə artıq 10-dur, amma 85%-ə düşüb artıq. Görək, yəqin bu dəfə yuxarı verəcək, çünki yəqin istiqamətini dəyişəcək yuxarı. Biz gecikmədən çalışaq, siqnal alaq USD kadda. Deməli, 1 dəqiqəlik. 2 dəfədir ki, bax, istiqaməti əslində şam doğru gedir, amma fitil bizi qoymur. Yəni, gəlir axırda son saniyədə bizi minus edir. Bəli, yuxarı da oldu. Biz 10 dollarla yuxarı əməliyyat açırıq. Çünki artıq buranı da yenidən düşməyəcəyini həm bot analiz edər. Həm də ki, yəni mən də düşünürəm ki, yəni buradan artıq da bu boyda fitil verib yuxarı doğru istiqamətlənəcək. Təbii ki, bunu bu bazarda olanlar, analiz edənlər də rahatlıqla görə bilərlər. Yəni bu artıq buradan da düşsə, o deməkdir ki, yəni bazarın da vəziyyəti bərbaddır. Yəni yuxarı doğru istiqamətlənmiş bir trenddir. Təzədən bu aşağı gəlsə də indi görək, yəni bu çaşdırıcı artıq korreksiya halına dönüşür və biz 10 dollarla əməliyyat açmışıq. Qazansaq bizim 8 dollar 50 sent xeyrimiz olacaq, çünki 85%-dəndir. 8 dollar 50 sentə xeyir olanda biz 2 və 4 qoymuşuq. Elə deyilmi? 6 dollar hal-hazırda ziyandır. 8.50-dən də altını çıxanda 2.50 xeyirdə olmuş oluq. Yəni görürsünüz, mənim martingelim elədir ki, itirdikcə daha çox qazanca meylənir. Və bu da plus. Bəli, bu qədər asan.
2.50 də buradan qazancımızı götürdük. Burada 2 dənə martingale atmış olduq. O da yəni gördüyünüz kimi vallahi yəni hər şey göz qabağındadır burada. Mən heç minus olsa da videonu kəsmirəm. Yəni plusdan olsa hamı göstərir. Minus olsa əsas məsələdir ki, onu göstərmək, nümayiş etdirmək. Mən onu da göstərirəm hətta. Yəni mənim burada qorxacaq çəkinəcək şeyim yoxdur. Çünki həm YouTube-da, həm TikTok-da məsələn canlılarda falan da mən eləmişəm. Yəni artıq buna ələk-bələk eləmişəm botu. Dediyim kimi, videonun əvvəlində dediyim kimi bir nəfərə sadəcə 50% yarı qiymətə veriləcək. Yəni 50% endirimlə veriləcək. Sadəcə bir nəfərə, ilk yazan bir nəfərə. Ondan sonra da yazanlarda onsuz da hal-hazırda endirim var, amma 50% endirimlə lap endirimli qiymətlər əldə edəcəksiniz. Digər yazanlarda heç nə, yəni standart qiymətdən hal-hazırda onsuz da endirim var, amma 50% deyil. Deməli, USDK-dan da xeyrimizi götürdük. Və məsələn, dəyişək bir başqa valyutanı da seçək. Bir dənə də əməliyyat istəyirəm açaq. Hal-hazırda yenə avro dolları ilə yaxşı dəyər gözümə və biraz bazar nisbətən digərlərinə baxanda fitilləri azdır. Mən 2 dollardayım artıq, çünki yəni bitkimiz yoxdur bizim ümumi nəticədə. Yeni siqnal 1 dəqiqəlik üçün istəyim. Bota əmri verdik, get siqnal, yəni analiz eləsin, siqnal versin. Görək, istiqamət bəlkə də yuxarı olacaq, çünki elə təxmin elədiyim kimi yuxarı. Olmasa belə biz 4 dollara hazır qoyacağıq ki, əmsalda məsələn bir dənə martingale, bu ilk əməliyyat dediyim kimi riskə atılan əməliyyat dostlar. Bizim təqribən 45 saniyəmiz qalıb artıq və bizə lazımdır ki, bu şam bağlansın və ondan sonra da yuxarı davam eləsin ki, biz plusumuzu götürək. Bundan da videonu artıq yekunlaşdıraq. Görək hansı istiqamətə hərəkət edəcək. Hələ ki 30 saniyəmiz var. Burada yəni əsas məsələ həm də ki siqnal minus olsa belə əməliyyatın ortasında başqa bir siqnal istəməməkdir. Bu yəni çox bir səhv hərəkətdir, yəni bota görə, botun istifadə qaydasına görə əslində. Ona görə də biz də qaydaya uyğun olaraq əməliyyat minus olmamış və yaxud plus olmamış biz başqa bir siqnal istəmirik. Bu əməliyyat minus olarsa belə canlı sağ olsun, 4 ilə açacağıq, heç olmaz. Artıq 4 də təyin eləmişik, 2 ilə açdıq, bu əməliyyat minus oldu. Avro dollarda deməli 4 dollarla əməliyyat açırıq. Yenə M1-i seçəcəm, çünki bir dəqiqəlikdəyik. Görürsünüz, sonra qayıtda sadəcə burada vaxt söhbəti var da. Bildiyiniz kimi, yəni burada vaxt söhbəti hər şey həll edir. Burada 1 saniyə belə böyük əhəmiyyət kəsb edir. Yenidən yuxarı verdi. Deyir ki, bu yəni buranı keçəcək. Hətta bax açılış yerinə gəldi ki, yəni bizim bir 2-3 saniyə, 5 saniyə vaxtımız da əlavə olsaydı, bizi plus eləyə bilərdi. Heç nə olmaz. Görək hələ ki biraz necə deyirlər, lordlar desək şıltaq hərəkət edir biraz şam və aşağı yuxarı fitillər verir. Biz açdığımız yerdən də xeyli aşağı gəldi. Bu şam bağlansın. Bundan sonraki şam görə yuxarı hərəkət edəcəkmi və yaxud bizi minus edəcəkmi? Yəni minus olarsa da mən yuxarı martingale gedəndə dediyim kimi daha artıq qazanc götürürəm. Və hal-hazırda 20 saniyəmiz qalıb. 20 saniyə ərzində görək bu hissəni aşıb keçəcəkmi, yoxsa bizi 10 dollarlıq əməliyyata sövq eləyəcəkmi? 10 saniyəmiz qalıb, görək əməliyyatın nəticəsi necə olur? 3, 2, 1. Bundan da plusumuzu götürdük dostlar. Görürsünüz ki, yəni bizi bircə dənə martingale təşviq elədi. Heç olmaz. Yəni bu da bunun dadıdıcıdır təbii ki. Görürsünüz də dostlar, yəni çox böyük martingalelərə çıxmırıq. Çıxsaq belə canımız sağ olsun. Yəni burada onsuz da mən həmişə tövsiyə edirəm ki, biz 2-yə yendirək bunu. Onsuz da həmişə tövsiyə edirəm ki, mən bura qəti şəkildə kredit, borc, belə pullarla girmək qəti, yəni mən tövsiyə eləməzdim. Ümumiyyətlə yatırım tövsiyəsi eləmirəm. Sadəcə marağı olanlar bu sahədə öz gözdən kənara atdığınız, belə gözünüzdən qırağa atdığınız bir pulu, risk edəcəyiniz bir pulu yəni yatızdıra bilərsiniz və xırda-xırda gündəlik qazanclar əldə edə bilərsiniz. Beləliklə dostlar, mən artıq videonu yekunlaşdırıram. Bu gün də gözəl nəticələrlə qarşı-qarşıya olduq. Siz də elə bunu şahid oldunuz, gördünüz. Bura qədər izlədinizsə sizə dərin minnətdarlığımı bildirirəm. Zəhmət olmasa videonu like eləyin, kanala da abunə deyilsə abunə olun. Sizə bol-bol qazanclar arzulayıram. Bir nəfərə isə dediyim kimi 50% endirimlə bot veriləcək. Oldu, özünüzdən müğayət olun.
Sağ olun.